Salam, biz bugün sadə cümlənin şəxsə görə növlərindən olan qeyri-müəyyən şəxsi cümlə haqqında bir testin izahına baxırıq. Siz bilirsiniz ki, sadə cümlənin 5 dənə şəxsə görə növü var. 4 dənəsi xəbər əsasında, bir dənəsi isə mübtədə əsasında formalaşır. Xəbər əsasında formalaşanlar müəyyən, qeyri-müəyyən, ümumi və şəxsiz cümlələrdir. Mübtədə əsasında formalaşan isə adlıq cümlədir. Qeyri-müəyyən şəxsi cümlə ilk öncə görək nədir? Deməli, hərəkət və ya hökmün qeyri-müəyyən şəxsə aid olduğunu bildirən sadə cümlələrə qeyri-müəyyən şəxsi cümlə deyilir. Və qeyri-müəyyən şəxsi cümlə bayaq da qeyd etdiyim kimi xəbər əsasında formalaşır. Bu cümlədə mübtədə olmur və xəbəri üçüncü şəxsin cəmində olur. İndi keçək testimizin izahına. Bəndindən başlayaq. Sözü vaxtında deyərlər. Baxaq, burada xəbərimiz üçüncü şəxsin cəmindədir. Lakin qeyri-müəyyən şəxsi cümlədə iş bir qrup şəxsə aid olur. Məsələn, səni iclasa çağırdılar. Səni hamı deyil, hamıya aid deyil bu fikir. Bir qrup insan səni iclasa çağırıb. Ona görə həmin cümlə qeyri-müəyyən şəxsi cümlədir. Burada sözü vaxtında deyərlər. Xəbərimiz üçüncü şəxsin cəmində olsa da hamıya aiddir. Ümumi şəxsi cümlədə nə deyirdik? İş və hərəkətin hamıya aid olduğunu bildirən sadə cümlələrə müəyyən şəxsi cümlə deyilir. Bu da həmin cümlələrdən biridir. Bəndi ümumi şəxsi cümlədir. Bəndi gələnlər meydançada dayanmışdılar. Burada da üçüncü şəxsin cəmindədir xəbərimiz. Lakin cümləni təhlil edək. Dayanmışdılar. Kim? Gələnlər. Bu cümlənin də mübtədası var. Əgər bir cümlədə mübtəda varsa, biz onu müəyyən şəxsi cümlə götürürük. Bəndi məsələyə dünən baxıldı. Baxıldı sözü şəxsiz növdədir. Biz feilin qrammatik məna növün keçəndə qeyd etmişdik. Xəbəri şəxsiz feillə ifadə olunursa və ona artıra biliriksə, baxın, ona baxıldı. Ona artırılan feillərimiz özündən əvvəl ona artırıq. Deyirik ki, şəxsiz feilin qrammatik məna növlərindən olan şəxsiz növdədir. Şəxsiz növlə də ifadə olunduğuna görə deyirik ki, bu nədir? Sadə cümlənin şəxsə görə növlərindən olan şəxsiz cümlədir. Bəndi kimsə qapını döyürdü. Döyürdü kim? Kimsə. Bu cümlənin də mübtədası var. Ona görə bu da müəyyən şəxsi cümlədir. Bəndi səni orada hələ də gözləyirlər. Deməli, gözləyirlər. Kim? Bir qrup insan. Mübtədası yoxdur və xəbəri üçüncü şəxsin cəmindədir. Ona görə bəndi qeyri-müəyyən şəxsi cümlədir. Cavabımız A.